Bir dəqiqədə bir məsələ öyrənək. Məsələnin şərtində deyilir ki, tetraploid bitkidir, öz-özünə tozlanır, endosperm hüceyrəsinin xromosom dəstəsini Y ilə ifadə edib və deyir ki, mərkəzi hüceyrənin xromosom dəstəsi nə qədər olar? Endosperm nəyə bərabərdir? Mərkəzi hüceyrə üstəgəl spermə. 2N bitkidə mərkəzi hüceyrə 2N-dir, elə deyil. Deməli qütblərdən hüceyrələr gəlir, birləşir, 2 mərkəzi hüceyrəni yaranır. Sperm isə N-ə bərabərdir. 4N bitkidə isə mərkəzi hüceyrə 4N-dir, sperm də 2N-ə bərabərdir. İndi tetraploid bitkinin endospermi nəyə bərabər olacaq? 4N üstəgəl 2N bərabərdir 6N-ə. Y bərabərdir 6N-ə. Burada mərkəzi hüceyrə nəyə bərabərdir? 4N-ə. İndi 6N Y-ə bərabərdirsə, N bərabərdir Y bölünsün 6, mərkəzi hüceyrədə 4N-ə bərabərdir. 4 vurulsun, N-in yerində yazıram Y bölünsün 6. O da bərabər olur 4 və 6 ixtisar gedir, 2Y bölünsün 3-ə. Cavab olur D variantı.